bu günləri iftarımızı açmışıq. Allah hamının orucunu qəbul eləsin. Ruzunuz bol və bərəkətli olsun. Bu günlər elə bir dadlı desert hazırlamışam ki 5 dəqiqəyə istədim sizinlə paylaşım. Bura gedən ərzaqlar hamının evində var. Yəni 5 dəqiqə lazımdır ki qazın qabağında pişirib soyuducuda saxlayasınız. Və iftarda yeməyə həm tutumludur, həm yumuşaqdır, həm də eyni vaxtda dondurmadır. Hamısı bir-birinə qatışıb o qədər ləzzətlidir. Yəni məsləhət görərdim ki, durub gedib hazırlayasınız. Siz də inşallah 100 qram yağı tavada əridirəm. Qazı yandırıram. Ərisin. Yağ əriyir. Az qalıb. Üzərinə yarım stakan bu qədər un əlavə edirəm. Və onu qovururam. Yaxın. Biraz da qovurulsun. Belə biraz rəngi dəyişsin. Süd əlavə edəcəm. Belə bu şəkildə qovurdum. Belə onu. İndi bunun üzərinə süd əlavə edirəm. 3 stakan süd əlavə edirəm. 3 stakan süd əlavə elədim. İndi yaxşıca qaçdırmaq lazımdır. Unlar açılsın. Əlavə elədim, xodunu da aldım. 3 stakan süd əlavə elədim, qaçdırdım. Belə yaxşıca un açılsın. Xodunu aldım və üzərinə bir belə dolu stakan şəkər əlavə edirəm. Bir paçka vanil və bunu da yaxşıca qaçdırırıq. Baxın belə pık-pık eləməyə başlayır. Bu şəkildə. Deməli hazırdır. Bu şəkildə olmalıdır. Və qazı söndürürəm. İndi bunu qəşəng blenderla lap belə blenderla qaçdıracağam ki, lap belə sıyıq olsun. Əgər dənəciklər qalıbsa içində, onlar da belə yağ kimi qəşəng olacaq. Abunə butonuna basmağı unutmayın. Abunə olun ki, yeni videolarımla paylaşanda ilk siz görəsiniz. Təşəkkürlər. Amili. Burada da məndə 80 qram damla belə şokolad və onun da üzərinə 50 qram kərə yağı əlavə edib əridirəm. 50 qram yağ da əlavə elədim. Aparıram mikrovalnovkada əridim. Kim istəsə qazda da əridə bilər. Belə qoydum kənara. Biraz demək olar ki soyub. Şokoladım da əridi. Pik-pik eləyir. İndi bunu blenderla şokoladım da əridi. Hazırladığımı tökürəm qablara. İlk bu cürlə sıyıq olur. Sonra soyuducuya qoyacaq. O qəşəng donacaq. Çox dadlı olur. Baxın, qatlaşır. Soyuduca. Döktüm. Onun da üzərinə şokolad dökürəm. Bu şəkildə qəşəng, dadlı desertimiz hazır oldu. İndi bunu aparacağım soyuducuya. İnşallah iftarda yeməyə siz də hazırlayın iftar süfrələrinizdə. İnşallah çox dadlı desert, tutumludur, doyumludur, qəşəngdir və çox dadlıdır. Super. Və istəsəz quruyandan sonra, yəni şokolad donandan sonra üzərinə evdə piçeni varsa, piçeni belə əlavə edə bilərsiniz. Lap qəşəng olur. Desertlərimi soyuducudan çıxartdım. Baxın, belə qəşəng bərkiyib. Çox dadlıdır, elə bir dondurmadır. Üzəri şokoladdır. Mən üzərinə belə qoz əlavə edirəm. Kim evdə nə var, əlavə edə bilər. Arahis, fındıq, onda da dadlı olur. Mən göstərdiyim qramlarla hazırlasaz 6 dənə belə bir stakan alınır. Gəlmirsən yeməyə? Amili, get danış. Həmişə mən danışıram, Mili, indi sən danış. Yəni ki, siz də hazırlayın.
Çox sevəcəksiniz. Çox yumuşaqdır. Əsl bir ki dondurma yeyirsiniz. Dondurma sadəcə çox buzludur. Bəzən uşaqlara vermirsiniz, özünüz yemirsiniz, boğazınız ağrıyır. Amma tam bunu hazırlayıb yesəz çox sevəcəksiniz. Çox möhtəşəm dadlıdır. Yəni bir qaşığı yedisə, hamısı gedir, qalmır. Yəni qalmır. Çox superdir. İndi sizə belə göstəreyim. Qırdım. İndi isə dadına baxıram. Dadını bilirəm. Dadı o qədər superdir ki, hər gün uşaqlar deyir ki, mama pişir. Mən də bunu hazırlayıram. Bir dəfə hazırlasaz, bunu eləyib qoyacaqsınız soyuduca ki, hər dəfə, yəni şirniyyat canınız çəkəndə bunu yeyəsiniz. Çox superdir. Dayan yeyim. Yəni sözlə başa sala bilməyəcəm. Onu gedin hazırlayın, özünüz görəcəksiniz dadını. Ağızda yumuşaq, belə əriyir. Hər bir şey, yəni sözlə başa sala bilməyəcəm. Həqiqətən çox gözəl desertdir. Yeyənlər bilir. Və yəni dediyim kimi, yəni hər gün hazırlayıram, soyuducuda qoyuram. Çox gözəldir, çox dadlıdır. Siz də hazırlayın inşallah. Nuş olsun. Mən isə yeyim. Bismillah.